Təklif edirik ki, dövlət qanun qəbul etsin, bu ideologiya yasaklansın. Baxın, bu adamlar, bu indi videosunu imkan varsa bir də göstərin, bu tamaşaçılara bunları xatırladaq. Rejissor təqdim eləsin həmin görüntüləri bir də. O adamlar, o videodakılar, baxırsınız da çox yaşlı insanlar deyil. 70-80 yaşında adamlar olsa, laf elə mənim kimi 60-a yaxın yaşı olsa, haradasa deyərik ki, Sovetin yetişdirməsində adamın beynində qalıb, görüb, yaşayıb və s. Amma bunlar kimdir? Bunlar bəlkə də müstəqillik dövründə yetişmiş adamlardır. Yəni doğulmasalar belə yetişmiş adamlar. Onların biri də həkimdir. Belə bir məlumat yayılır. Üstə gəl, mən onların videolarına baxıram TikTok'da da. Özdə çox geniş auditoriyaları var. Təsəvvür edirsiniz. Yəni adamlar iddia edir ki, SSR vaxtında biz xoşbəxt idik. Görməyib SSR-ni? SSR-ni görməyib. SSR-ni görüb gələn biz. Mən görmüşəm. Məndən yaşlı nəsil görür. Nə xoşbəxt idin? Sən dövlət müstəqilliyin yox, azadlığın yox. Həmişə də deyirlər ki, işimiz olurdu, evimiz olurdu. İş nə idi ki? 70 manat maaş alırdı adamlar normalda. 70 manat. Harada üzüm plantasiyasında? Üzüm plantasiyasında, pambıq plantasiyasında. Üstə gəl də. Sən tutaq ki, bu günləri Bakıda biz nədən şikayətlənirik hər gün? Tıxaclardan, düzdürmü? Bəli. Lüks maşınlar doludur Bakıda. Azərbaycanın hər yerində. Kəndlərə gedirik. Mən elə vaxt Dədəli kəndi haqqında deyirəm. Da həmişə o deyir, aşıq gördüyün çağırır. Bizim kənddə bu saat elə qapı var ki, 2-3 maşın çıxır o qapıdan. Siz təsəvvür edin ki, elə qapı var ki, adamlar bir dənə cırıq-cındır Rus maşını alıblar. Onu tarlaya sürürlər. Palçığa, zadanə, meşəyə də ki, yük maşını kimi, zat kimi istifadə edir. Bir dənə də lüks maşını alıb qoyub yanına. Toya getməyə, bayrama getməyə, nə bilim, qonaq getməyə. SSR vaxtı bizim Dədəldə 2-dir ya da 3-dür Rus maşını var idi. 2 ya 3 o boyda kənddə. Və o maşını sürən adamlara da hamı belə baxırdı ki, adamın maşını var. İndi maşını olmayan adam demək olar yoxdur. Yoxdur. Ya sözümün hər ailədə bir avtomobil var. Sözümün canı odur ki, arkadaş, SSR o qədər yaxşı idisə, niyə mənim kəndimdə cəmi 2-3 maşın var idi? İndi pissə, necə olub ki, mənim kəndimdə hər qapıdan maşın çıxır? Yəni bu şeylər var. Bu adamlar iddia edir ki, yox, SSR yaxşı idi. İnsanlar yaşam tərzini, deyək ki, dolanışığı və s. bunları bırakın kənara. Biz müstəqil dövləti. Baxın, üstəlik də o maşını almaq üçün adamlar illərlə növbəyə durmalıydı. Bu bir. İkincisi, maşını alanda da pulun mənbəyini göstərməliydi ki, pulu hardan alıb. Hətta mənim yadımda bir şey də var. Bugün kəndlərdə də biz ev tikirik, tutaq ki. Kimsə gəlib bizə demir ki, bu daşı hardan aldın, kərpici hardan aldın, materialı hardan aldın, hansı pulla aldın. Alırıq, müvafiq arayışlar, razılaşma var, başlayırıq evimizi tikirik. Sovet vaxtı mənim yadımdadır, böyük qardaşıma ev tikirdik biz kənddə. Təsəvvür edin ki, təməl atıb, o təməlin künclərinə qoymağa kubik tapa bilmirdik, daş. Və bu daşı almaq üçün gedirdik kənd sovetinə, nə bilim orada savxoz direktoruna, nə bilim rayonun hansısa qurumuna ərizə yazırdıq ki, bəs biz ev tikirik, xahiş edirik bizə nə bilim 100 ədəd daş ayrılması üçün göstəriş verəsiniz. İndi mən bu dəqiqə bir zəng vurum, hansısa sürücüyə, kabaz sürücüsünə. Deyim ki, 2 saata mənə gətir qapıya 500 dənə, 1000 dənə daş boşalt. Heç bir problemsiz, gətirib boşaldacaq. İndi mən başa düşmürəm, o dövran mı yaxşı idi, bu dövran mı? Üstə gəl də, bunlar bilirsiniz nətərdir? Bu özləri də bilirlər, nəyin nə olduğunu. Sadəcə bu adamlar, Moskvanın, bax orada xəbərdə qeyd olundu da, xarici dövlət. Mən əminəm ki, Moskvadır ya. Yəni, Daxili İşlər Nazirliyində məni bağışlasınlar. Onlar indi çıxıb deyəcəklər ki, axı biz ad çəkməmişik. Niyə ad çəkirsən? Siz çəkməmişsiniz, amma biz də indi... Başqa yer ola bilməz ki. Bu şeyləri bilən adamlarıq. SSR-i bərp eləmək istəyir. Rusiya. Yəni, biz bu şeyləri bilən adamlarıq da. Yəni, siz öz xəbərinizin arxasında durun, problem deyil. Biz öz bildiyimizi deyirik. Yəni, gedirsən Moskvanın quyruğunda, nə bilim, onun atdığı o tikəyə, nə bilim, və dalınca düşürsən, başqa ifadələr işlətmək istəmirəm. Gəlirsən, nə edirsən? Öz dövlətinin canlar, qanlar bahasına əldə etdiyi müstəqilliyə xəyanət edirsən.